Usikum və nəfsi bitəqvəllah. Özümə və sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Allah Taala bu cümə gününün xeyir və bərəkətindən bütün müsəlmanlara inayət etsin. Allah Taala bütün müsəlmanların dualarını, ibadətlərini qəbul etsin inşallah. Əsmaül Hüsnada Əl-Həlim ismi barəsində danışırdıq. Allah Taala'nın gözəl adlarından olan Həlim ismi barəsində danışdıq. Və hələ ki mövzumuzda davam edir. O qədər geniş, əhatəli bir mövzudur Allah-u Taala'nın gözəl adları barəsində danışmaq ki, Əl-Həlim ismi barəsində danışdığımız zaman dedik ki, yəni cəza verməyə tələsməyən, səbirli və hətta xoş rəftar, mülayim insanlar arasında da bu cür qeyd olunur. Allah Taala'nın möhlət verməsindən danışdıq. Allah bəndələrinə möhlət verir ki, bəndələr Allaha tərəf qayıtsınlar. Quran-ı Kərimdə bir neçə yerdə Allah Taala'nın möhlət verməyi barəsində ayələr var. O ayələrdən bəzilərini sizin diqqətinizə çatdırmaq istəyirəm. İlk olaraq İblis Allah Taala'dan möhlət istəyir. İblis Allah Taala'dan möhlət istəyir. Bilirik ki, Allah Taala biz insanı yaratdığı zaman Quran-ı Kərimdə ayədə də Allah Taala buyurur ki, onu bir çox varlıqlardan, bir çox məxluqlardan hörmətli etdik. Allah bəndəsini əzizləyir. Mələk deyir, nə üçün yaradırsan? İblis deyir, nə üçün yaradırsan? Amma Allah Taala insanı əzizləyir. Və ən nəhayət İblis Adəmə səcdə etmir. Daha sonra Allah Taala İblisi dərgahından qovur. İblis Allah Taala'dan möhlət istəyir. Qalə, Rəbbi fəənzirni ilə yevmi yub'əsun. Dedi, ey Rəbbim, məni qiyamət gününə qədər möhlət verginə. Allah Taala buyurdu, qalə fəinnəkə minəl munzərin. Sən möhlət verilənlərdənsən. İblisə Allah Taala möhlət verdi. İblis o möhləti nə üçün istədi? İblis o möhləti ona görə istədi ki, insanları yoldan azdırsın və daha sonra da Allah Taala'ya göstərsin ki, bax, bu insana görə məni dərgahımdan qovdun, amma bu ona layiq deyildi. Bu ona layiq deyildi. Allah Taala buyurur ki, ləqəd səddəqə əleyhim iblis zənnəhu. İblis gümanını doğruladı. İblis insanlar üzərində zənn eləyirdi, güman eləyirdi, hələ həqiqətinə çatmamışdı ki, insanları yoldan azdırsın. Dedi, gümanını doğruladı. Ləqəd səddəqə əleyhim iblis zənnəhu. Fəttəbəuhu. İblisə tabe oldular. İllə fəriqən minəl müminin. Möminlərdən bir dəstə istisna. Möminlərdən bir dəstə İblisə tabe olmadı. İmam Rıza əleyhissalam bu həmin hadisəni öz kəlamında da buyurur. Buyurur ki, Allah Taala İblisə möhlət verdi. Amma necə? Hüseyn İbni Həsən adında adam bunu rəvayət edir, imamın səhabələrindəndir. Dedi ki, İmam Rıza əleyhissalama dedim, Qultu li Əbil Həsən Rıza əleyhissalam İnni tərəktu İbni Qiyamə. Hüseyn İbni Qiyamə Vasitə adında bir şəxs olub. İmam Rıza əleyhissalamın dostlarından olub. Atası İmam Musa Kazımla dostluq edib. İmam Musa Kazım şəhadətə çatandan sonra İmam Rıza əleyhissalamla dostluq edib. Sonra İmam Rıza əleyhissalamı tərk edib. Tərk edib yeni bir məzhəb, yeni bir cərəyan, yeni bir təriqət yaradıb. Vaqifiyyə məzhəbinin rəislərindən olub, başçılarından olub. Bu həmin şəxs.
İbn Qiyamə Vasiti. Bu hədisi rəvayət edən şəxs deyir ki, İmam Rızaya dedim ki, mən o adamı tərk etdim, daha mən onun yanına getmirəm. Ne üçün? Səbəb nədir? Dedi, min əda xəlqillah lək. Dedi, bu həm Allahın yaratdıqlarının düşmənidir, həm də sənin düşmənindir, İmam Rızaya dedi. Bu adam. Bir zaman ki, sənin yanındaydı, indi sənin düşmənindir. Aleykümselam. İmam buyurdu ki, dəlikə şərrun ləhu. Bu onun üçün pisdir. Pis iş görür. Bu adam dedi, qultu mə əcəbə mə əsmə minkə. İmama dedim ki, imam, səndən eşitdiklərim, səndən gördüklərim məni çox təəccübləndirir. Cuiltu fidaki, sənə fəda olun. İmam buyurdu ki, əcəbu min zalikə iblis. İmam buyurdu ki, bu adamdan təəccüblənməklə bir zaman bizimlə dostluq edirdi, indi bizimlə düşmənçilik edir. Sən bundan təəccüblənməklə. Bundan daha təəccüblüsü iblisdir. İmam buyurdu. Qalə əcəbu min zəlikə iblis kanə fi civærillah əzzə və cəl fil qurb minhu. İblis Allaha daha yaxın idi. Allaha daha yaxın idi. Və daha sonra imam buyurur ki, fəəmərəhu fəəba və təəzzəzə. Allah Taala iblisə əmr elədi, iblis təkəbbürlük elədi, özünü uca tutdu və kanə minəl kafirin və kafirlərdən oldu. İmam buyurur, fəəmlə Allahu ləhu. Allah Taala iblisə möhlət verdi. Allah iblisə möhlət verdi. Vallahu mə əzəbəllahu bi şeyin əşəddu minəl imlə. Deyir, Allah Taala möhlət verməkdən daha şiddətli bir əzab qərar verməyib. İndi o möhlətdən daha yararlanan, daha gözəl istifadə edən qələbə qazanır. Yox, o möhlətdən daha da günahını artıran oxuyacaq ayələri, daha da günahının üstünə günah edən bunlar üçün şiddətli bir əzab olur. Və daha sonra Allah Taala kafirlərə möhlət verir. Allah həlimdir. Allah rəhmət sahibidir. Allah Taala bəndəsini yaratmayıb ki, cəhənnəmdə yandırsın. Cəhənnəmdə yandırmaq üçün yaratmayıb. Allah Taala insanları cənnət üçün yaradıb. Cənnətə aparmaq üçün. Bir mərhələni keçəndən sonra daha sizi gözəl bağlar, daha gözəl meyvələrə tərəf aparacaq, cənnətə tərəf aparacaq. Amma bu imtahanı keçmək lazımdır, bu mərhələni keçmək lazımdır. Başqa bir ayədə, Rəd surəsinin 32-ci ayəsində Allah Taala buyurur ki, وَلَقَدْ اِسْتَهْزَأَ بِرُسُلٍ مِنْ قَبْلِكَ. Təbii ki, bu ayənin məzmunundan Allah Taala peyğəmbərə müraciət olaraq, xitab olaraq buyurur ki, peyğəmbər, səndən əvvəlki peyğəmbərlərə də istehza edirlər. فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا. Kafirlərə möhlət verdim. Onlar günah edirdilər, onlar pis əməllər törədirdilər. Mən onlara möhlət verdim ki, bəlkə onlar qayıdarlar, tövbə edərlər. Daha sonra başqa bir ayədə, Həcc surəsində Allah Taala 44-cü ayədə buyurur. Və əshabu Mədiyən və kəzzəbə Musa. Mədiyən cəmaatı, Mədiyən əhli Musa əleyhissalamı təkzib elədi. Allah Taala buyurur ki, fəəmleytu. Onlara möhlət verdim. Yəni, insan günah eləyir, dərhal bəla gəlsin, yox, elə deyil. Allah Taala gözləyir ki, bəndə tövbə eləsin, bəndə elədiyi pis əməldən çəkinsin. Başqa bir ayədə, Həcc surəsinin 48-ci ayəsində Allah Taala buyurur ki, وَكَأَيِّن مِّن قَرْيَةٍ أَمْلَيْتُ لَهَا وَهِيَ ظَالِمَةٌ. Neçə məmləkətlər olub, neçə diyarlar, şəhərlər, ölkələr olub ki, cəmaatı günah edib. Onlara möhlət vermişik. Allah Taala buyurur, onlara möhlət vermişik. Daha sonra Allah Taala Firona da möhlət verir.
Firona da möhlət verir. Ayədə bu cür buyurur Allah Taala. Həzrəti Musa və Harun əleyhissalam Fironun yanına gedəndə Musa əleyhissalam dua elədi, dedi: Rəbbi şrəhli sədri və yəssirli əmri və hlul uqdətən min lisani yəfqəhu qavli uşdud bihi əzri və Haruna əxi. Həzrəti Musa Fironun yanına gedəcək. Firona Allah Taala barəsində danışmağa. Dedi, ilahi, köksümü genişləndir. Rəbbi şrəhli sədri, köksümü genişləndir. Bu işi mənim üçün asanlaşdır, inan. Firon zalim bir insandır, zülmkar bir insandır. Çətin görürsünür adama Firona söz demək. Və yəssirlə əmri, bu işi mənim üçün asanlaşdır, inan. Vəhlul uqdətən min lisani, dilimdən düyünü askina. O söz deməkdə mən çətinlik çəkməyim. Fəsahət və bəlağətlə, gözəl nitqlə mən Firona xitab edim. Harun qardaşımla arxamı möhkəmləndirginə. Və Harunla nə üçün möhkəmləndirginə? Qardaşı da ona görə eləyir, bu işi deyir, seçir. Bu vəzifəni istəyir onun üçün, yox. Deyir, Harun cəmaat içərisində çox təsbih deyəndir, çox zikr eləyəndir. Harun cəmaat içərisində çox zikr eləyəndir. Ona görə istəyirəm Harun da gəlsin mənə. Və ən nəhayət Firona Allah Taala barəsində danışandan sonra Firon qəbul eləmir. İmam Muhammed Baqir əleyhissalam buyurur. İmam Muhammed Baqir əleyhissalam buyurur ki: Əmrə Allahu əzzə və cəlli Firon. Allah Taala Firona möhlət verdi. Mən bu ayələri, bu hədisləri oxuyuram sizin üçün və özüm üçün. Ona görə ki, bəzən biz dövrümüzdə baş verən zülmləri gördüyümüz zaman dərhal biz deyirik ki, Allah Taala nə üçün cəzalandırmış? Nə üçün cəza gəlmiş? Biz əvvəllərdə də oxumuşduq. Mətə nəsrullah, Allahın köməyi nə vaxtdır? İmam Muhammed Baqir əleyhissalam buyurur ki, Əmlə Allahu əzzə və cəlli Firon. Allah Taala Firona möhlət verdi. Beynəl kəliməteyn, iki kəlmənin arasında. Hansı kəlmələr idi? Deyir, qavluhu, Firon bu cür deyirdi. Deyirdi, Ənə Rəbbukumul alə. Sizin ucu olan Rəbbiniz mənə. Firon Allahlıq iddiasında idi. Allahlıq iddiası edirdi. Firon Allahlıq iddiası edir. Deyir, sizin ucu olan Rəbbiniz mənə. Neçə cəmaata çörək verirdi. Deyirdi, bax, deyirlər Allah ruzu verir, sizin çörəyinizi mən verirəm. Kim ki Allaha iman getirirdi, deyirdi, bax, deyirsiniz Allah yaşadır, öldürür. Bax, mən istəsəm sizi öldürərəm, istəsəm siz yaşayarsınız. Nil çayını göstərdi, deyirsiniz ki, çaylar ayaqlarının altından axır, dedi, bu çay bizim ayağımızın altından axır. Hər Musa əleyhissalam nə dediyi zaman, Firon da onun müqabilində bir söz deyirdi. Allah Taala Firona belə möhlət verdi. Beynəl kəliməteyn. Hansı kəlmələr idi? Dedi, Ənə Rabbukumul alə, sizin ucu olan Rəbbiniz mənəm. Və qavluhu mə əlimtu ləkum min ilahin qeyri. Özümdən başqa sizin üçün Tanrı bilmirəm. Firon bu cürdür. Özümdən başqa sizin üçün Tanrı bilmirəm, Allah bilmirəm. Firon bu cürdür. İmam Muhammed Baqir əleyhissalam buyurur ki, Allah Taala 40 il Firona möhlət verdi. 40 sənə. 40 il möhlət verdi. Thumma əxəzəllahu nəkələl əxirəti vəl-ula. Sonra Allah Taala onu bir əzabla yaxaladı və kana beynə ən qalə Allahu əzzə və cəlli Musa və Harun əleyhimussalam. Necə ki Musa və Harun belə bir dua eləmişdilər, Allah Taaladan istəmişdilər. Firon görürdülər bu cür zülmlər edir. Allah Taala da möhlət verirdi Firon bəlkə haqq yola qaydar.
Ən nəhayət Allah Taala buyurdu ki, Musa və Haruna buyurdu: "Qəd ucibət dəvətukuma." Sizin ikinizin də duası qəbul oldu. Dua eləmişdilər. Musa və Harun dua eləmişdi ki, ilahi bu Firon zülmündən qalmır, zülmündən dayanmır. Günahsız insanları qətlə yetirir. Bu Firon. Bunu bir şiddətli əzabla cəzalandır. Allah 40 il gözlədi. 40 il möhlət verdi. Daha sonra buyurdu: "Qəd ucibət dəvətukuma və beynə ərəfəllahu Teala əl-icabatu 40 sənə." 40 ildən sonra iki peyğəmbərinin duasını qəbul etdi. Və daha sonra o insanlar ki, küfr eləyirlər, dedi ki, Allah Taala onlara möhlət verir ki, bu möhlətdən yararlansınlar, faydalansınlar. Başqa bir ayədə Ali İmran surəsinin 178-ci ayəsində Allah Taala buyurur ki: "Və la yahsabannallazina kafaru annama numli lahum xeyrun lianfusihim." Və la yahsabannallazina güman etməsin o kəslər ki, inkar edirlər. Ennema numli lahum onlara ki biz möhlət veririk, onlar üçün xeyirdir. İnnəma numli lahum yalnız biz onlara möhlət veririk. Onlar nə edirlər? Liyəzdədu ismən. Onlar günah eləyirlər. Biz möhlət veririk ki, Allaha tərəf qayıtsınlar, amma onlar günah edirlər. Və ləhum əzəbun muhin. Onlar üçün alçaldıcı bir əzab var. Allah Taala'nın verdiyi möhlətdən düzgün yararlanmayan insanlar üçün alçaldıcı əzab var. Daha sonra başqa bir ayədə Allah Taala buyurur ki: "Fəzərhum fi gamratihim hatta hin." Günah edən dəstə ki var, günah edən dəstəyə möhlət ver, tərk elə onları, burax ki, müəyyən müddətə qədər. Hətta bəzi ayələrdə var Allah Taala Peyğəmbər sallallahu əleyhi və alihi və səlləmə buyurur ki, Peyğəmbər müşriklərlə otur söhbət edəginə. Otur söhbət edən müşriklərlə. Bəziləri var idi, İslam dini yeni yayılan zaman Peyğəmbərdən vaxt istəyirdilər, müddət istəyirdilər ki, bizə müddət verginə biz düşünək, biz fikirləşək. Peyğəmbər onlara vaxt verirdi, onlara düşünməkdən ötürü. Allah Taala buyurur: "Əyəhsəbunə ennəmə numidduhum bihi min malin və bənin nusari'u lehum fil xeyrat bəl la yeşkurun." Onlar güman edirlər ki, biz onlara mal-dövlət veririk. Biz onlara övlad, oğul, uşaq veririk. Nusari'u lehum fil xeyrat bəl la yeşkurun. Onlar bu xeyirlərə tələsirlər, amma fikirləşmirlər ki, bunlar Allaha tərəf qayıtmalıdırlar. Bunları Allah Taala verir onlara. Onu düşünmürlər. Bəs bu həmin ayələrdə Allah Taala insanlara möhlət verir ki, insanlar Allah Taalaya tərəf qayıtsınlar və bu möhlət bir dəfə verilir. Bu şans bir dəfə verilir. Təkrar olmur. Hətta izə cəə əhaduhumul maut ölüm onların başının üzərini aldığı zaman qalə Rəbbirciun deyirlər, ey Rəbbim bizi dünyaya qaytar günə. Ləalli əməlu salihən. Kəş ki biz o salih əməllərdən edərdik. Dünyada etmədiyimiz salih əməllərdən edərdik. Ölüm anında olan insanın duası budur. Dünyada yaşayır, bunun fərqinə varmır. Ölüm anında bu cür dua edir. Kaş ki qaydardım, salih əməllərdən edərdim. Fima tərəktu. O ki dünyada tərk etdiyim salih əməllərdən edərdim. Allah Taala buyurur: "Kəllə. İnnəhə kəlimətun huvə qailuhə." Bu boş sözdür deyirlər. Bu boş sözdür deyirlər. Kəlimətun huvə qailuhə. Bu boş sözdür deyirlər. Onların dünyada kifayət qədər vaxtları var idi. Kifayət qədər fürsətləri var idi. Salih əməl etsinlər, yaxşılıqlar etsinlər. Amma bu yaxşı əməldən, bu fürsətdən, bu möhlətdən düzgün faydalanmadılar. Və Allah Taala'dan duamız budur ki, inşallah Allah Taala
Bu bizim ömrümüzü bizim üçün möhlət verib. Bizim üçün fürsət verib. Elə fürsət verib ki, gərək bu ömürdən, bu fürsətdən düzgün şəkildə faydalanaq və bir zaman ki, qiyamət gününün adlarından biri yevmun nədimdir, peşmançılıq günüdür. Yevmun nədim, yəni peşman olacaq insanlar. Möminlər də peşman olacaq, kafirlər də peşman olacaq. Kafirlərin peşman olmağından məlumdur. Küfürlərinə görə peşman olacaq. Bəs möminlər nə üçün peşman olacaq? Axı, onlar iman əhlidirlər. Möminlər nə üçün peşman olacaq? Bir möminlər ona görə peşman olacaq ki, o etdikləri salih əməllərin mükafatını görəcəklər, deyəcəklər, kaş ki biz bundan daha çox edərdik. Kaş bu xeyir əməldən daha çox edərdik. Axı bizim fürsətimiz, imkanımız var idi və bu peşmançılıq olmadan Allah Taala cümləmizə xeyir və salih əməllərimizi təqvayla toplamağı nəsib etsin. Allah Taalanı and veririk öz böyüklüyünə xatir. İnşallah bizi salih əməl sahiblərindən qərar versin. İnşallah.